Allah övliyalarının, Allah dininin ən əsas problemi buradadır. Bütün övliyaların çətinliyi budur. Təsəvvür edin ki, insan gəlirdir ki, mənə itaət edəcəksiniz. Bu çox çətin məsələdir. Və dinin ruhu burada başlayır özünü göstərməyə. Yəni, Allaha itaət mücərrəd anlayışdır. Şeytanın misalında da bunu biz çox demişik ki, Allaha itaət edir nəsə tanımadığı mücərrəd bir varlığa, ya hətta tanısa belə. Problem nə zaman çıxır ki, düzəni formalaşdırmağı əngəlləyən amil nədir? O zaman ki, Allah birini təyin edir və deyir, buna itaət etməlisən. Orada problemlər, artıq mənəvi müstəviyə keçir imamət mövzusu, irfani müstəviyə keçir. Düzənin mərkəzində də, ictimai-siyasi düzənin mərkəzində də əxlaqi məsələlər başlayır gündəmə gəlməyə. Ona görə demək istəyirəm ki, yəni ən həssas məsələdir İslamda bu. Peyğəmbər də deyib, bunu birdən-birə demirdim. Mən tədricən yavaş-yavaş başa salmağa başladım. Mən deyir, onlara nəyi başa saldım? Həm məni özlərindən üstün bilsinlər, həm də mənə itaət etsinlər. Bir parça adam itaət edir idarənin müdürünə. Mən bir yerdə işləyirəm, müdür mənə göstəriş verir, mən də deyirəm, baş üstə gedib verirəm. Bu başqa bir şeydir. Burada deyilir ki, bu səndən üstündür, səndən fəzilətlidir və sən buna itaət etməlisən. Məsələ 2 qat çətinləşir. Müdürdür, o əmr eləyir, onun üstünlük mövzusu yoxdur burada, kim üstündür, kim üstündür. Amma burada bunun fəzilət məsələsi qabarır və Allah vəlisində bu 2 məsələ var ki, o səndən üstündür və sən ona itaət etməlisən. Peyğəmbər deyir ki, mən bunu tədricən, yavaş-yavaş başa salmağa çalışdım. Hətta əzhərtu zalik. Ta yavaş-yavaş ki, bunu üzə çıxartdım, zahir edə bildim, cəmiyyətə çatdıra bildim. Quran ayələrdə başlayır burada nazil olmağa. Ən-nəbiyyu əvla bil-müminin min ənfusihim. Peyğəmbər möminlərə özlərindən daha çox, necə deyim sizə, burada yaxındır yox, əvla, yəni adam öz-özünə hakimdir, hökmrandır. Peyğəmbərin hakimiyyəti sizin hər birinizin üzərində özünüzdən daha artıqdır. Yəni bu son dərəcədə fərqli bir məsələdir. Peyğəmbər sizin vücudunuzun hakimidir. Quran bu ayələri ictimai zəmin yarandığı zaman Mədinədə başlayır Allah bu ayələri nazil eləməyə. Məkkədə itaət vacib idi, amma Məkkədə məsələ bu şəkildə gündəmə hələ gəlməmişdi. Hökumət quruldu, bir sistem olaraq, ictimai-siyasi sistem olaraq formalaşdı və Peyğəmbər vilayət məsələsini artıq dərhal qabartmağa başladı. Mən deyərdim hətta, bax belə bir şey deyərdim sizə, bunu yadda saxlayın ki, Peyğəmbərin və imamların bundan başqa işi gücü yox idi ümumiyyətlə. Bu qədər önəmli məsələ. Qalan şey hamısı haşiyə idi. Hətta namaz belə bunun müqəddiməsidir. Bütün dinin, övliyaların bundan başqa bir şey yoxdur. Ruslarda bir söz var, kulçivoy məsələdir. Bu bir son dərəcədə həssas, ən önəmli bir məsələdir. Dinin yəni əsası bu idi. Peyğəmbər ayağı yer tutan kimi Allahdan əmr gəlir ki, bu düzəni bərqərar eləməlisən, vilayəti çatdırmalısan, ta insanlar itaət eləsin. O düzən bu şəkildə həm mənəvi təkamül bununla mümkündür, həm də ictimai-siyasi düzən davamiyyəti bununla mümkündür.